Sabah rayonunda talama cinayəti qeydə alınıb. Infoplus TV xəbər verir ki, bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai yaşayış obyektlərinin birində qonaq qismində olan 2 nəfəri kəsici deşici alətlə dələyərək onların 800 manatını ələ keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabah rayon polis idarəsinin 9-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talama yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat istintaq tədbirləri davam etdirilir.